Qiyaslı kəndlərinin icma nümayəndələri artıq ikinci dəfədir ki, Novruz bayramını öz doğma yurdlarında böyük coşqu ilə qeyd ediblər. Qubadlı rayonunun Tatar inzibati ərazi vahidinə daxil olan Tatar, Qaraqoyunlu və Qiyaslı kəndlərinin icma nümayəndələri artıq ikinci dəfədir ki, Novruz bayramını öz doğma yurdlarında böyük coşqu ilə qeyd ediblər. Uzun illərdən sonra ata-baba torpaqlarına qayıdan sakinlər üçün bu bayram sadəcə bir ənənə deyil, həm də həsrətin sona çatmasının, yurtla qovuşmanın rəmzi olub. Qeyd edək ki, Qubadlı rayonu Azərbaycanın cənub-qərbində yerləşən zəngin tarixi qədim yaşayış məskənləri və özünə məxsus mədəni irsi ilə seçilən bölgələrdən biridir. Rayon uzun illər işğal altında qaldıqdan sonra azad olunmuş və bugün yenidən dirçəliş mərhələsinə qədəm qoymuşdu. Qubadlının kəndləri əsrlərlə formalaşmış adət-ənənələri, folkloru və icma həyat tərzi ilə seçilir və bu dəyərlərin bərpası bugün də prioritet olaraq qalır. Bayram tədbiri ilk olaraq torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərin məzarlarının ziyarəti ilə başlayıb. Şəhidlərin şərəfli döyüş yolu və qəhrəmanlıqları ehtiramla yad edilib. Qruplarına dualar oxunub. Bu anlar iştirakçılar üçün həm qürur, həm də dərin kədər hissləri ilə yadda qalıb. Daha sonra kəndin mərkəzində bayram süfrələri açılıb, Novruzun ənənəvi atributları ilə zəngin süfrələr qurulub və xoş ovqat yaradılıb. Tatar, Qaraqoyunlu və Qiyaslı kəndlərinə xas olan maraqlı adətlərdən biri də Novruz bayramında simvolik olaraq seçilən şah, vəzir və vəkil obrazlarının məclisə daxil olmasıdır. Bu qədim ənənə bugün də yaşadılaraq nəsildən nəsil ötürülür. Tədbir çərçivəsində milli oyunlar təşkil olunub. Qədim el şənliklərini əks etdirən səhnəciklər nümayiş etdirilib. Novruzun gəlişini simvolizə edən tonqal alovlandırılıb və iştirakçılar tonqal ətrafında toplaşaraq bayramın sevincini bölüşüblər. Məclisə təşrif buyuran simvolik şah sakinləri salamlayaraq onlara müxtəlif tapşırıqlar verib. Bayram münasibəti ilə xoş arzularını çatdırıb. Kəndləri gəzərkən isə uzun illər davam edən işğalın acı izləri açıq şəkildə hiss olunur. Dağıdılmış evlər, viran qalmış ocaqlar və talan edilmiş infrastruktur var. Erməni vandalizminin bariz nümunəsi kimi göz önündədir. Bununla yanaşı artıq bu torpaqlarda həyatın yenidən canlanması insanların doğma yurda qayıdışı gələcəyə böyük ümidlər bəxş edir. Sonda tədbir xoş, duyğusal və unudulmaz xatirələrlə başa çatıb. Bu cür tədbirlər bir daha göstərir ki, doğma torpaqlara qayıdış təkcə fiziki deyil, həm də mənəvi dirçəlişdir və Qubadlı rayonunun gələcəyi üçün böyük ümidlər vədidir. Neftçala Yurduma ilk bahar gəlir, ən şirin, ən gözəl arzular gəlir. Bu gözəl yurduma ilk bahar gəlir, ən şirin, ən gözəl arzular gəlir. Təbiət əlində xonçalar gəlir, Novruz bayramınız mübarək olsun. Təbiət əlində xonçalar gəlir, əziz bayramımız mübarək olsun. Mübarək olsun, mübarək olsun, Novruz bayramınız mübarək olsun. Mübarək olsun, mübarək olsun, əziz bayramımız mübarək olsun. Səməni düzülür, idiyam yana, xoş ətir yayılır bu şirin cana. Səməni düzülür, idiyam yana, xoş ətir yayılır bu şirin cana. Novruz xoş gəlibdir Azərbaycana, Novruz bayramımız mübarək olsun. Novruz xoş gəlibdir Azərbaycana, əziz bayramımız mübarək olsun. Mübarək olsun, mübarək olsun, Novruz bayramınız mübarək olsun. Mübarək olsun, mübarək olsun, Novruz bayramınız mübarək olsun. Dəyərli yurtsevərlər, məlumunuz olduğu kimi Tatar Qaraqoyunlu Qiyaslı icmasının doğma yurtda şəhid
Fəxrəddin Piriyevin məzarı olan bu kəndimizdə, kəndlərimizdə onun doğum günü ilə əlaqədar ziyarətinə gəlmişik. Bugün kəndimizin Qəhrəman oğlu. bəli, Qəhrəman oğlanlar. Fəxrəddin Piriyevin anım günüdür. Bu münasibətlə Sumqayıt şəhərindən qohumlar, qonşular, dostlar təşrif buyurub bu qəbirstanlığa gəlmişik və onları yad edirik. Etibar Cəfərov, şəhidimiz Etibar Cəfərovun məzarı üzərində tədbirimiz davam edir. Fəxrəddin Piriyev, Etibar Cəfərov və digər bizim eldən obadan olan 8 şəhidimizin timsalında bütün şəhidlərimizə rəhmət eləsin. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlıq versin. Hər bir gələni təşəkkürümü bildirirəm. Allah can sağlığı versin. Sevərlər, bugün Tatar Qaraqoyunlu Qiyaslı icmasının məlum yığıncağının qərarına əsasən 10 mart 2026-cı ildir. Doğma yurdumuzda Tatar Qaraqoyunlu kəndlərinin ərazisindəyik. Akşam saat 12'ye kadar buradayız. Ne kadar ki tam fəal olmamışıq. Buradan getdi yoxdur. Ona görə də fəallaşmaq lazımdır. Yenə deyirəm, çəkinmək lazım deyil. Bir vaxt vardı, bura üçün dərs çəkirdik. Deyirdik, bura alınsın, ayaq yalın gələrik, dizin gələrik. Amma indi oynamağa ərinirik. Niyə? O utancaqlığı yığışdırmaq lazımdır.
Zafer ben bir daha biliyorsun maaşını sevamıyorsun. Ağala işin başıma ağrıydı. Allah ki kendinizi başıma ağrıydı. Ağrımayacaq. Hamdolsun Allah'a. Bəli. Ağala işin sen devam. Bəli, doğrudan da uzun illər, neçə 10 illikdir dərd çəkmişik. İndi hərdən o vaxtlar cızma qara elirdik bizdə. Yadıma görüm nə düşür. Deyir, Həkəri Bərgüşad səsin dinləsən, yəni Həkəri Bərgüşad çaylarında bizə məşhur. Həkəri Bərgüşad çayın dinləsən, kəkotu dəmləyib çayını içsən, arandan yaylağa yol alıb getsən, görərsən hər yanı gözəl, səfalı, həsrətin üzübdür bizi Qubatlı. Nəbinin, Həcərin məskəni dağlar, meşəsi qırılıb sinəmi dağlar. Çiçəklənər deyim, quruyan bağlar, olarsan yenə də bağlı, bağatlı, həsrətin üzübdür bizi Qubatlı. Can deyib, səndən ayrılandan yarı canlıyıq. Ruhumuz oradadır, canla buradayıq. Harada olduqsa ora sığmadıq. Olmuşuq həmişə sənə vəfalı, həsrətin üzübdür bizi Qubatlı. Can deyib canını verənlər olar. Birləşib bu yolu gedənlər olar. Vətəni sevənlər, şəhidlər olar. Qayıdarıq ora, qanlı, qisaslı, həsrətin üzübdür bizi Qubatlı. Bunu 94-cü ildə yazmışdıq, bəli. O vaxt ağlayırdıq. Amma indi həmin şeiri sevinə-sevinə deyirik. Qayıtdıq doğrudan da bura, qan da tökdük, qisasımız da aldıq. Bir dənə qalır sevinməyimiz, sevinirik də. Bəli, ona görə düzdür, birinci dəfə gələnlərə bura təsir eləyir, müəyyən hisslər keçirir. Amma ona baxmayaraq bu şənlik tədbiridir. Və vəkilimiz də dedi ki, bütün o xeyirlə şər qardaşdır, bəli, şənlənməyimiz lazımdır. Getdik, ziyarət elədik. Allah şəhidlərimizin timsalında bütün şəhidlərə rəhmət eləsin.
olmuşsa. Gel ben koyacağım. Yok ya. Sen onun ayağına vurursa özür Kaçtan sonra çıkma. Bir nefer, 2 nefer olmaz. Bilmem sen taşmalıyım da. Yok ayağına böyle bir şey vurursun. Ortaya sarma. Ha, vura bilərsin, bu 3 dənəsi vura bilərsin. Vura bilərsin. Bakma yandı var, hemen yandı var. Burada geldim, burada korkmadım. Barıkan dağında yap. Gel. At yok, oyna at bunu. Vur orada. Lato git. Kiralar mı? Burada olmayacak. Kamil. Nefes sahibi. Oyun sarmıştı. Yok. Ay nene bak nene. Nene bak bana da bacana. Nene ağzım manca. Gördüm Nene bak nene. Nene bak. Gel nene sen de ver. Gel buraya. Kedi orada bayrağı yerler. Bakın yumurtaya bakın taştı. Ver be. Ne kalır? Hadi yol bozdu.